2023 model BMW X7'dir. Deməli, bizim bir doktorumuz var, uzman doktorumuz var. Onun avtomobilə hər zaman biz baxmışıq. Bu səfər də deyəcək, Orxan gətirim yanıma, qardaşım üçün almaq istəyirik. Deməli, BMW X7'dir, 2023'dür. Avtomobilin 18.000 yürüyüş məsafəsi var. Buna baxmayaraq, avtomobili bütün hissələrin, bütün gövdə hissəsindən tutmuş, elektronikadan tutmuş, mühərrik, askı sistemi, sürətlər qutusu, hər bir şeyi detallı formada yoxladıq. Baxmayaraq ki, 2024 modelli, 23 modelli, 18.000 yürüyüş məsafəsi var. Yenə də avtomobil hər incə detayına qədər yoxlanılmalıdır. İstəyir porşenlər, yəni piston qrupları, istəyir cilizlər, istəyir alışma şamları, sveçalar, istəyir klapanlar, hər birisi yoxlanılmalıdır ki, çünki müəyyən bir büdcə qədər buna pul ayrılır. Avtomobil hər bir şeyin yoxladıq, heç bir problemi yoxdur. Sadəcə olaraq askı sistemində, yəni rus dilindəsi perdokla bağlı bir dənə sol tərəf deməli stabilizator stoykasında problem var idi. O da çox cüzi bir şeydir, yəni yüngül səs eləyir. Yəni çox böyük xərc tələb edən bir şey deyil. Belə ümumi yoxlayırıq. Avtomobilin heç bir sürətlənməsində problem yoxdur, keçidlərində problem yoxdur. Rahatlıqla keçirdir. Hər bir şey qaydasındadır. Elektronik dəyərlərini də yoxladıq. Elektronik dəyərlərində heç bir problem yoxdur. Amortiza sistemi hamısı pnevmatik askı sistemidir. Askı sistemində də heç bir problem yoxdur. Tam full komplektasiyadır və doktorum, xeyirli uğurlu olsun. Çox sağ olun, təşəkkür edirəm. Güvənərək gətirdik. Sağ olun ki, belə bir gözəl xidmət göstərsiniz. Çox sağ olun. Doktor deyir ki, Orxan deyir, Amerika'ya geçsin, dağınıza geleceğim. Ya doktorla bir yerde orada işleyeceğiz. 100%. Ya da şimdi bizim planlarımız var. İnşallah. Ortak işlerimiz olacak inşallah. Bəli, inşallah. Gözlemede kalacağız. Allah diyen olsun, inşallah hayırlısı nəticə olsun. Teşekkür ederim. Doktor deyirsən, yəni bak bütün həkim qruplarının hamısını göndermişəm indiyə qədər. Daha da gələcəklər. Bu videodan sonra çox gələcəklər. Minnətdarım doktor. Həqiqətən də doktor da öz qardaşı üçün alırdı bunu və qardaşına məsləhət görüb ki, qardaş, mən Orxana güvənirəm, sən də ona güvən. Maşınların həkimi avtoklinik. Hə, elə də. İnsanların da həkimi doktor sənsən. Çox sağ ol. Hər ikimiz, bəlkə bir də klinik açaq. Olar. Həm belə klinik, həm belə. 6 xəstəxana üstümə. Bəli. Xeyirli uğurlu olsun, Sağ can ol. sağlığı ilə. Bundan da yaxşılasın, sürəsiz deyərəm, amma bundan Çox sağ ol. yaxşısını mən hələ ki görmürəm. Çox sağ ol, təşəkkür edirəm. Minnətdarım. Xeyirli uğurlu olsun. Kim ki belə bax yoxlanışlar istəyir, vəzifəsindən asılı olmayaraq istənilən servisə yaxınlaşan alqı-satqı yoxlanışlarının hər birisini biz tam şəffaf formada yoxlayırıq. İstəyir yəni kənar şəxs olsun, istəyir tanıdığımız bir şəxs olsun, bizim üçün heç bir fərq eləmir. Müəyyən bizim öz servisimizdə Türkçədə demişdə kurallarımız var, qayda qanunlarımız var ki, avtomobil bir məna olaraq tam şəffaf formada yoxlanılmalıdır. Düzdür elə. Xeyirli uğurlu olsun. Təşəkkürlər, izləmədə qalın. Doktor, çox sağ olun, minnətdaram. Sən sağ ol, əlinizə sağlıq. Sağ olun.